Bircə kardioloji sanatoriyası, ürək sanatoriyasıdır. Azərbaycanın gözəl güşələrində birində yerləşir. Xəzər dənizinin sahilində, Bakıdan 40 kilometr aralı. Buranın gözəl klimatı var. Ona görə də həmin bu sahə seçilib ürək xəstəlikləri üçün. Sanatoriya müharibədən sonra korpus tikilib burada, istirahət evi kimi və 70-ci ildən sanatoriya kimi fəaliyyət göstərir. Sanatoriyamız 448 çarpayılıqdır, il boyu fəaliyyət göstərir. Sanatoriyamızda 185-dən yuxarı işçi, deməli, xəstələrimizə qulluq edir. Sanatoriyada əsas bizdən təbii müalicə faktoru yod bromdur. Təbii klimat müalicəsidir, dənizin müalicəsidir və sözsüz əsasən bizdə fizioterapiya müalicələri gedir. Xəstələrə çox yaxşı təsir göstərir. Hal-hazırda bizdə 400-ə yaxın xəstəmiz var, müalicə götürür. Müalicə əsasən kompleks şəklində olur. Gələnlər, dincələnlərə, müalicə olunanlara fizioterapevtik müalicə, dietik pəhriz yeməkləri verilir, masaj, su altı masaj, bədən tərbiyəsi, yəni bunlar hamısı bir yerdə xəstədə effekt yaradır. Sanatoriya haradasa bütün il boyu fəaliyyət göstərir bizdə. Xəstələrə 17 yüksək ixtisaslı həkim, 30-a yaxın orta tibb bacısı müalicələrindən məşğul olur. Sanatoriyamız deməli Azərbaycanda ürək profilli sanatoriyalardan biridir. Bundan başqa sanatoriyalar deməli ixtisaslaşdırılmışdır. Bizim həmkarların sanatoriyası var, mədə bağırsaq var, əsəb sistemi. Bizim sanatoriya isə profilləşib və ixtisaslaşıb ürək sahəsində. Ümumiyyətlə, sanatoriyada yəqin indi gəzmişsiniz. Sanatoriyada axırıncı illər gözəlləşir sanatoriyamız, təmirlər gedir. Mütləq möhtərəm Ulu Öndər Prezidentimizin fərmanından sonra sanatoriya diqqət daha da artıb. Bizim Azərbaycan Həmkarlar İttifaq Konfederasiyasının sədri Səttar Mehbaliyevin həmişə qayğısı sahəsində fikri, həmişə nəzarəti sanatoriyanın üzərindədir və bizim Kurort Səhmidar Cəmiyyəti prezidenti Əbil Ağasiyev həmişə deməli bunlar sanatoriyanın inkişafı, təmiri, gözəlləşməsi üçün çalışırlar. Bizim kollektivdə ürəklə çalışır ki, xəstələr hamısı bizdə razı qalsın. Xəstələrimiz bizdə deməli bir otaqlı, iki otaqlı deməli otaqlarda qalırlar. İki otaqlı lükslardır. Bir otaqlılar 2 çarpayılıdır, bir çarpayılı. Ən çoxu bizdə 2 çarpayılı, bir çarpayılı sanatoriyalarımız. Sanatoriyamız il boyu fəaliyyət göstərir. Sözsüz ki, qışda sanatoriyamızda haradasa 70% tutumlu xəstələrimiz var. Yay aylarında isə sözsüz ki, sanatoriyamızda olur. Biz arzuluyoruz bütün vətəndaşlarımız gəlsin, sanatoriyamızda dincəlsin və öz səhhətlərini daha da yaxşılaşdırsınlar. Başqa ölkələrdən də müalicə olunmaları gəlib, çox az miqdarda olur. Rusiyadan gəlir, Ukraynadan gəlir, az miqdarda gəlib. Onlar yerdə burada ödənişlə cöfq alırlar. Əsasən bizim sanatoriya gələnlər Azərbaycanın vətəndaşlarıdır və onlar öz iş yerlərində ya pulsuz, ya 15% ödənişlə cöfq əldə edib gəlirlər, dinlənirlər. Hal-hazırda nə qədər xəstələriniz var müalicə olunur? Hal-hazırda bizdə 400-dən yuxarı xəstə müalicə alır sanatoriyamızda. Darıxmırlar, elə təşkil edir ki, axşamlar rəqs meydançalarına yığışırlar, xəstələr vaxtlarını öldürürlər, nərd oyunları keçiririk. Sonra ekskursiyalar, Bakının görməli yerlərinə, çünki rayonlardan da bizə çox adam gəlir.
görməli yerlərini xüsusi olaraq təşkil edirik. Yəni xəstələrimiz tək müalicədən əlavə özlərini xəstəxanada yox, əsl kurortda, sanatoriyada hiss edirlər. Yəni onların dənizdə çimməyə də nəzarət olunur. Yox, xəstələr gələndə hamısı individual öz həkimləri olur. Yalnız burada indi siz gördünüz yəqin bizdə keçən ildən açıq havada trenajör meydanı, idman meydançası, voleybol, futbol hamısı deməli bizə təzə, yüksək səviyyədə təşkil olunubdur. Bunların hamısı müalicə vaxtı həkim nəzarəti altında olur və həkim məsləhəti ilə olur. Dənizdə çimməkdir, sonra günəş vannası qəbul etməkdir. Bunun yalnız həkimin məsləhəti ilə öz başına xəstələr olmaz. İdmanıdır, dənizdə çimməyidir, günəş vannası qəbul etməlidir, terinpurdur, yeriməyidir, nə qədər yeriməlidir. Bunlar hamısı həkimin məsləhəti ilə həyata keçirilir. Thank you.